Biz hesab edirik ki, bir təhsil səviyyəsi olaraq doktoranturanın özünə məxsus spesifikasını, necə deyərlər, fəlsəfəsini anlamaq üçün ona mənsub olduğu sistem daxilində baxmaq lazımdır. Təhsil haqqında qanunun, səhv etmirəmsə, 22.2-ci bəndində qeyd olunur ki, Azərbaycan Respublikasının ali təhsil müəssisələrində mütəxəssislər elmi pedaqoji kadrlar hazırlığı 3 səviyyəlidir. Bakalavriat, magistratura, doktorantura. Doktoranturanı bakalavriat və magistraturadan fərqləndirən əsas xüsusiyyət onun elm və təhsilin sərhəddində, qovuşağında yerləşməsidir. Bu təhsil növünün bütün qəribəlikləri, inzibati idarə etməyə asan tabe olmaması, daima azadlığa və sərbəstliyə can atması da onun belə bir qovşaqda yerləşməsindən irəli gəlir. Məhz onun nəticəsidir ki, daim mübahisə var. Bu təhsildir, yoxsa tədqiqatdır. Məlumdur ki, elm, hadisələrin və gerçəkliyin mahiyyəti haqqında obyektiv biliklərin və informasiyaların əldə edilməsi, toplanması, sistemləşdirilməsi, işlənməsi, yayılması və tətbiqindən ibarət olan insan fəaliyyəti sahəsidir. Təhsil isə sistemləşdirilmiş bilik, bacarıq və vərdişlərin mənimsənilməsi prosesi və onun nəticəsidir. Məqsədi obyektiv gerçəkliyi dərk etmək olan elm üçün təhsil bir metodoloji vasitədir. Məqsədi mənimsənilməsi olan, sistemləşdirilmiş biliyin ötürülməsi olan təhsil üçün elm bir bazadır, bir potensialdır. Doktorantura təhsili bu hər ikisinin deməli qovşağında yerləşərək obrazlı şəkildə ifadə edəcək. Təhsil sanki nəhrənin çalxalanması prosesi, elm isə bu çalxalanma nəticəsində südün yağa çevrilməsi, kəmiyyətin keyfiyyətə çevrilməsi, yeni məlum biliklərin analizindən, sintezindən yeni biliklərin yaranması prosesidir. Yəni obrazlı desək, onun bir üzü təhsil, bir üzü isə elmdir.